3 gün idi, heyecan yaşadıq, narahat olduq. Bir-birimizə telefon açdıq. Biz axı Azərbaycanda yaşayırıq. Varı, dövləti, sərvəti aşıb daşan Azərbaycanda. Başqa millətlər inanın ki, bizə qibtə edir, paxıllıq edir. Deyirlər, Azərbaycan gözəldir. Azərbaycanın sərvəti aşır daşır. Pullar Azərbaycanda, para Azərbaycanda, gözəllər Azərbaycanda, dağ Azərbaycanda, çay Azərbaycanda, göllər Azərbaycanda. Hər şey var bizdə. Heyecan niyə yaşadıq? Azərsel dedi ki, telefonlara təzə dəyişikliklər edəcəyik, nə bilim, proqramlar yükləyəcəyik, tədbiqlər tətbiq edəcəyik. 1 manata 1 gün istifadə edəcəksiniz, 2 günə 2 gün istifadə edəcəksiniz, 3 günə 3 gün, 30 günə 30 manatlıq biz kontrol yükləməliyik telefonumuza və bərpa olunmalıdır, aktivləşməlidir. Mən günahı Azərseldə görmürəm. Hardadır nar? Nar. Hardadır Baksel? Bu ölkədə bir rəqabət edin də. Hamımız güvənirik Bakselə, biz güvənirik Nara. Da bu hansı ki bunlar hamısı böyük bir şirkətlərdir. Amma bunlar özlərini doğrulda bilmir. Nar ümumiyyətlə doğrulda bilmədi. Səmimi olaq da hamımızın güman yeri, ümid yeri, böyük bir belə deyərdim ki, inanırıq da Azərsel çox aktivdir, əhatisi genişdir. Bütün problemləri 2 dəqiqənin içində həll edir. Hər yerdə onların özlərinin məntəqələri var. Yaxınlaşırsan, problemi deyən kimi üzlərində gülüş, təbəssüm, o problemi həll etməyə çalışırlar. Onlar bizə o təbəssümə görə görürsünüz hansı qiymətləri bizə tətbiq etmək istəyirdilər. Narla bağlı, narla ömrəmdə məndə problem yaranıb mənə. Deyirlər, gedir Memar Cəmiyin yanında bir yer var, bir balaca bir məntəqə var, orada həll edir. Mən də bir dəfələrlə gedib gəlmişəm, hələ ki o problemi həll edə bilmirəm. Amma Azərsel evimizin sağında da, solunda da, qarşısında da hər yerdə öz aktivliklərini saxlaya biliblər. Hörmətli Baksel, hörmətli Nar, yaxın vaxtlarda Azərsel öz bildiyini edəcək. O deyibsə bunu tətbiq edəcək. Onları insanların maddi durumu maraqlandırmır, sosial durumu maraqlandırmır. Onları maraqlandıran biricik paradır. Ona görə çalışın ki, rəqabətdə hörmətli Nar və Baksel birinci olasınız. Məndən bu qədər. Sara Səfura Bahadurda.